شمام دل شکسته به تاره، دل شکسته به تاره، شکسته میماند که با نوازش دستی برآورد فریاد امیدم یا من عاشق خدایم، عشق دلم خدایی، هر جا مکان دل هاست، هر جا مکان دل هاست، درویشی و گدایی. هرگز میانه، هرگز میانه من و پروانه در آبان او بال پرستو، ولی من جیرم سو. بیا بیا دستا شله ماشاءالله ماشاءالله بسم به 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 ماشاءالله. بیا 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 ولی آشناییمون حرفا که شاعرانه بود، ولی آشناییمون حرفا که شاعرانه بود، نگاه دو تو چشم من که صاف و صادقانه بود، اول آشناییمون از این دور
حالا کی هستم واسه تو، حالا کی هستم واسه تو، یه جام خالیت چرا شکستنی مثل حباب. حالا کی هستم واسه تو، یه جام خالیت چرا شکستنی مثل حباب. Danışacağım. Bunu ahbılar içisi okuyardılar. Allah rahmet eylesin. Görədin gələrdi Güşvaralan əlbəki kimin. Gözlər bətunə, nəqqaş, safqar. Rozun üstünə bir roz vuraydı. Allah rahmet eylesin. Ölüyün dalıcı sözüne rahmet deyirlər. Görədin bu kəsəndə o Əkbər gələrdi. Deli dərdaya şinara Bəvə Bəvə Əkbərci Bəvə Əkbərci Dili dərdaya şinara در تو دیدم تو میدانی خدا را بر تو دیدم تو میدانی خدا را بر تو دیدم دیگه توی این خونه دلم تنگ اومد برو در وا کن صدای زنگ اومد دیگه توی این خونه دلم تنگ اومد برو در وا کن صدای زنگ چقدر خوبه وقتی که در وا بشه گل روی اون خوشگل پیدا بشه سخت انتظار باشه بیقرار دل من تنها بمونه پاییز و بهار سخت انتظار باشه بیقرار دل تنها بمونه پاییز و بهار دل من همه دل من دیگه توی این خونه دلم تنگ اومد برو در وا کن صدای زنگ اومد دیگه توی این خونه دلم تنگ اومد برو در وا کن صدای زنگ اومد چقدر خوبه وقتی که در وا بشه برو روی اون خوشگل پیدا بشه سخت انتظار باشه بیقرار دل من تنها بمونه پاییز و بهار سخت انتظار باشه بیقرار دل من تنها بمونه پاییز و بهار دل من bir dənə ali çəpiçalaq Avistəba ilə nağaranın sağlığına və sədaqətlər sağlığına. Sağ olun. Əziz olsun bir nəfər toğun maşın basmışdı. Toğun maşın bastı, bıçaqlıydı başda. Eyvah, eyvah, eyvah. Bir nəfər gəldi diyeceğine, nə xəbərdi? Bir nəfər toğuqdu da, dayın öləndə heç buzu haqlamıydın. Dedi bu gündə 2 dənə yumurta verdi, dayım nə verdim mən. Bir dənə də dədə oğluna deydi ki, oğlum, deydi bəli, deydi oğlum, qəşəng iş görkün, yaxşı işlərdən görkün, Allah adamı yollar behişdə.
pis iş görəcəksən, xilaf iş görəcəksən, Allah adamı yollar cəhənnəmə. Dedi baba, ola ötü, indi nə iş görüm, gedim sinemaya. Dedi, nə iş görüm, gedim sinemaya. Bir dənə də ha baba, dilimiz var, dünyanın üzündə Türk dili. Əvvəlin dil dünyada, indi birdən gəlirlə görsən ki, məsələn, bir dənə görsən, Türk bibi ilə danışıb, hasta belə, ağa Qızdaşdan kanalıdır. İndi deyim nə kanalıdır o bilə. Əvvəlin dil, Adəm Həvva gəlib yerin üzünə. Duydular, baxdılar bibinə. Allah Zülcəlal Cəbraili nazil elədi. Cəbrail, ged Adəm Həvvaya da, mən sizə dil vermişəm, danışın. Əvvəlin canışıblar deyiblər, la ilahə illallah. Adəm ilə Həvva ərəbi danışıblar. La ilahə illallah. Ondan tayfalar gəlib, təmuçinlər, olay filan. Əvvəlin dilçisiblər danışalar, tayfalarında türkü danışıblar. Təmuçinlərdən bu dəfə Türk danışıblar. Gördün, bunun kanalı da o hatadır. Əvvəl Türk, ondan nə Amerika, İngiliz, Alman, bunlar soyadan gəliblər. Əvvəl Türk. Türk və səlam. Əlbəttə, bunu da elə də yerinə gəldi deyirəm, şayət də demişəm, vəli deyək da, bir dənə xanım Tehranda ələli bir maşına və o məhsi demik. Məhsi demik, qapına şoför saxlayıb, bu qapını açayım maşına minəndə, bu xanım bir iştibah eləyib. İştibah da, mən də, ön bir nəfər bir nə deyil, nə mənə iştibah, demək, maşına minəndə, bir belə səs çıxartdı. Döndü dedi, va paç abrum rəb, ranəndə fəhmid. Şoför də türküydü. Döndü dedi, ağa ranəndə, ma səvar şedi, məhsi nə qofti ma? Dedi, çara xanım, çara, əvvəl səvar şedi, qofti topxana. Əvvəl səvar şedi, qofti topxana. Bu bərnaməmizin də əncizəsi məxsus fəqət nəsihət cavanlaradır. Baxın ki, mən özüm istifadə edeyim. Cavanın iki dənə işi var, qardaş. Bir, dərs oxumaq, bir də vərziş. Bax, bu iki dənə cavanın işidir, bax. Dərs, vərziş. Səhər durətsən ayağa, 4 dənə mozutu məxlutuna, 10 dənə xurma, bir leti qəşək düzgün inək sütü. Əlimi qoy düyməyə, xarrrr, buğlağa qolza, dağ, dux, aşı geçsin. Elbas təyyarə səni tutanmaz. Bu sənin zübhanın. İndi, ağa əvvəldə siqar, dalı gəlyan meyvə, dalı gəlyan təmbəki, dalı piçniki, dalı kalaşınkov, ondan sonra duvar dibi. Ağa gedi, gecə saat 12-də gəlir. Dədəsi deyir, ağa, indiyə kimin haydasan? Ki veymə görək. Oğul, biraz tez gəlir. Nənən niyən qalır? Nənən niyən qalır? Nənən niyən qalır? Elə bir ay, bu gedi 12-də. İndi bir aydan sonra gəlir evə. Oğul, saat 2'dir, haydasan. Ki veymə görək. Hindi girdi da, bildin? Cinverme çırak, Hindi yapıyor. 2 tane bu mühtatlardan, bedeni xərablardan gidiyor tüy Məscid-i Xətmidə. Beden nerede xərab? Çay gətirib bunların qabağına çay qoyur. Çay qoyandan sonra bildi Mahmud deyib bir noxud qıt salaq çaya həll eləyək gedək üstə, bədən xərabdır. Bırnımın suyu duymur. Deyib bırnımın suyu duymur, başıva izi qoyam saldı. Deyib fırrat. Deyib qabaqdakı baxır, deyib baxsın da daş ellətməyik ki. Fırlattılar, getdilər üstə. O da üstə gedəndən sonra indi dalıcaya çay içə də. İndi də bilirlər ki,
ölmək tövlid bir məsrəf olub indi. Gündə 2000 nəfər xarraqar gedir. Qədim adam ölü görəndə söynərdi. Cuma axşamı 5 dənə məscidə gedəcək. Həyatında 2 dənə çay içsə 10 dənə. İndi radiat qızdırıb çıxıb eşiyə, o səybasana gəziyyəz olur da indi. Qaçıyor hənə, qaçıyor hənə. Elə rahat işməyəm. Hər kəs idi işməyəm, bula biləydi var. İşməyəcəkdi bura. İşməyəcəkdi bura. Adama 15 dənə işmişdilər. Biri döndü o çay gətirənə dedi, əmoğlu, sən ki zəhmət çəksən bu çay gətirsən, o çay boşalda nədir nə bunların üstünə dağ su başmada, bunları rəhd eləcinə. Deyib baş üstə. Getdi. Getdi çay boşalda nə dedi, baba 2 dənə qonaq gəlib, az qalayım səmavədən şidan qıçacam aparam bilələrlə. Gələ adama 15-in içibdən də deyir, əhlisin vey. Deyə gətir bu ya. Məscid çaydanı, Əhməd çay. Sıxdı qır kimi kilivan qəpqərə. Abadi dedi, əmoğlu gəl. Bu da rəhli. Baxdı çaya, baxdı o kiyə. Dedi, əmoğlu xəbərim var diyor. Dedi, indi Allah bu ölüyə rəhmət eləsin. Dedi, indi Allah bu ölüyə rəhmət eləsin. Rəhlidir. Mahmud dedi, Mahmud bin oxud da get bu çaya. Bax çaya. Bin oxud da getdilər o çaya. Həll elədilər, getdilər üstə, indi bir açılıb. Mahmud bədən necədir? Dedi, elə mizanam ki, dabanımı vuram yerə, qırqı kimi qalxıb, düz oturacam həmbəniz dinlə. Deyil, sən necəsən? Dedi, icazə ədəbi ilə mən kilaştorumuzu ötüymüşəm. Sifri taxsı məni tutanmaz. Bu yandan, yok, Məddah başladı oxuya. Bunlar da nəşə oxuyublar. Məddah. Demə beçərəm Məddah. Şimrin adı yadından çıxıb. Şimrin adı yadından çıxıb. Olay. Bir dənə ağa bir dəvə mənə deydi, mənbəyin üstündə Peyğəmbərin adı yadından çıxdı. Deyir, Məhəmmədi tapıb deyəmədim ha. Dedim, Həzrət Əliyin əmoğlusu belə deyildi. Məhəmməd yadından çıxmışım. Mən özüm var, o işluğudur. Tağlarda getdim, o işluq qutulmuşdu. Bizdə bir ağa qalıyıq ödə məsələ bəyənəmiyor ki. Bir dənə qonaqlardan bir deyir ki, məşmal bir dənə o Heydər babanı biz oxu. Deyim başla, mən başla. Heydər baba, dünya yalan dünyadır. Heydər baba, dünya yalan dünyadır. Heydər baba, ağa mən girdim Heydər babaya da qaldım. O qonaqların bir gördü, mənim yadımdan çıxıb, dedi Süleyman. Dedi, Süleymanla Nuhdan qala, Süleyman yadımdan çıxmışdı. Olay da, bir Məddah da oxuyur, Şimdi yadından çıxıb. İndi bayır, bilmirəm ağamı kim öldürdü. Bilmirəm ağamı kim öldürdü. Bilmirəm ağamı kim öldü. O ikisi də oturublar nəhəşə. Belə Mahmud dedə, dedi Türkiye'də şansımız yoxdur, mığın da qanın yaxarlar bizim ayağımıza. Türkiye'də şansımız yoxdur, mığın da qanın yaxarlar bizim ayağımıza. Bilmirsən o kim öldü dünya qoyurlar. Bir dənə də mütəd deyirlər, mütəd, siz ilə vərzişkarların fərqi nədir? Deyir, can, onlar vərzişkarlar teşnikinlə işləyirlər, biz piçnikinlə. Bir dənə tülkünü qut qovalıyıq. Tülkü qaçır, qut qaçır, qut əngəli bir də mını tutar, tülkü göğü qabaqda bir İmamzada var. Tülkü deyir İmamzada, başı var olanım, bu quydun şərrin mənim başımdan gəz, gətirəm İmamzada onun dövrəsində, 4 hələbi nəft tökərəm, yandırdım, İmamzada o uşaqlandırım. Seni göğü qut yoxdur. Tülkü gəlir, ya tövşən alanan sonra deyir İmamzada, bilməyəm nəcə İmamzadasan.
Sənin başıma dolanım. Mənim nəf şöbəm məçənin gətiyəm. Döyü tələbi nəf çalıyam. Mən dedim, sən niyə inanırsan? Gördü qut qabaqdan çıxdı. Qut qabaqdan çıxanda dedi İmamzada, başıma dolanım. Sən nə vaxt hələbi verdin, mən sənə nəf gətirmədim. Qut dedi sən. Televizyonda da görürsən aydan o məsələn Lallahın bəynamında, Naşinəvaların bəynaməsində o arvad məsələn o dedi ki, uşaqların təğziyəsindən söhbət eləyir. Məsələn, برای بچه ها مثلا برای بچه ها صبحانه 2 تا تخم مرغ 2 تا تخم مرغ بدید بخورن و بعد از تخم مرغ خوردن برایشون شیر گاز در یک ظرف شیشه‌ای بذارم. Bala olmadı o. Uşaq olmadı, qoduq oldu. İnşallah bu navarımız inşallah eğer murdi kabulünüz olmuş olsa inşallah bundan sonra 2. navarı da hizmetinize getirir. Ümidi var ki hemşe şad yaşayasınız, şad olasınız
və məxsusən o xanavadələrin ki, ürəkləri tutqundur. İnşallah bizim nəvarla olan ürəkləri açılsın. Məzlər də olmuş olsa, bir nəmə ruzi pedər və haqqı Mevla Ali Allah hamısına evdə olan bimarsına məzlər şifa inayət eləsin. Şad yaşayasız Allah'a tavsiyə edilir. گویند سرزمینی را که در آن غایت زیبایی و اوج فریبایی طبیعت به جلوه نشسته است بهشتش خوانی.
که مورد اخیر تحت مالکیت شرکت توسعه مهمانخانه های ایران است. استفاده از آبهای معدنی شهر به جز آب معدنی سبلان و حمام شفا که دارای امکانات جداگانه برای آقایان و بانوان هستند به صورت نصف روز نوبتی می باشد. همچنین دومین مجتمع آبدرمانی مهم سرین بعد از سبلان بشباجلار یا پنج خواهران به شمار می رود. این پیست که دومین پیست اسکی استاندارد روی برف کشور محسوب می شود، در فاصله 22 کیلومتری سرعین با امکانات جاده‌ای مناسب قرار گرفته و در زمستان‌ها نیز همواره مورد استقبال و استفاده ورزشکاران از سراسر کشور قرار می‌گیرد. این مجتمع علاوه بر زمستان در تابستان‌ها هم پذیرای صدها هزار گردشگر است که از امکانات تلسیج و طبیعت زیبای دامنه‌های سبلان و همچنین زندگی اشایری بهره‌مند